Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün sizə Bəzəri əsəbəsində Məlik Aslanov küçəsi döngə 6-da inşallah. Baxın, belə bir 3 otaqlı evimizi inşallah təqdim edəcək əziz dostlar. Xudmanı bir həyəti var. Yola da çox yaxındır. Gəl turam. Əziz dostlar, evimiz 5 daş kürsüdə inşallah. 3 otaqdır, tam təmirlidir. Evin padval hissəsini göstərin. Görsəz. Gördüğünüz kimi konuda 2, 5 taşlı. 5 taş kürsülü. Kombi sistemidir. Görsəz qardaşım. Baxın içəri girəndə. Demək əziz dostlar, evə daxil olan kimi baxın belə bir yataq otağı bizi qarşılayır. Təxminən 4,5-ın 3-ədir ölçüsü. Yəni 4 metrdən böyükdür əziz dostlar. Burada isə belə bir hamam və sanitar qovşağımız var. Genişdir. Tam təmirli. Və əziz dostlar, burada təxminən 7 metr. 7 metrdən də olabilsin biraz artıq qonaq otağımızdır əziz dostlar. Görürsünüz evimiz səliqəli vəziyyətdədir. Ürək açan evdir, aboylarda işıqlı aboylardır. Və qonaq otağından kiçik bir desk otaq var. Keçid buradandır qonaq otağından. Görürsünüz bu. Bundan yukarı çıxsın. Burada gördüğünüz kimi desk otağıdır. Uşaq otağıdır. Səliqəli, tam təmirli. Evimiz cüt daşla inşallah. Üstü paketli əziz dostlar. Evdə hər bir şey qaydasındadır. Mətbəxi görsək o. Burası evin mətbəxi. Baxın dostlar, belə bir mətbəximiz də var. Hündürlüyü də 3 metrdir. Gəl qardaşım. Əziz dostlar, evimizin sənədi qeydiyyat yolu ilədir. Yəni də təkrar edirəm. Evimiz yerləşir Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6-dır bura. Əziz dostlar, evimizin yaxınlığında dükan, bazar, marketlər mövcuddur, lap yaxınlığındadır. Evin yanına qədər asfaltdan gəlirsən, palçıq görmədən əziz dostlar, evimizin tam yaşayış sahəsi 65 kvadrat metrdən çoxdur. Tam yaşayış sahəsi əziz dostlar, 3 otaqdır və əsas məsələ qiymət 72.000 manata çıxarılıb satışa. İnşallah ki, real müştəriyə indirim olunacaq. Allah xeyir versin, alana, satana vəziyyət keçən hər bir. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımıza rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdə sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın. Gərək çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah ev olmayanlara ev qismət eləsin inşallah.